Dostlar, demək bizim bax bu 2 manatlıq çörək. Həmişə bu 2 manatlıq çörək üstündə bax görürsünüz biz necə açırıq. Çörəyi bu belənçisini açırıq. 2 manatlıq bizdə bax mayonez bizdə problem yox. Bu nəsə həmişə bu üstündə problem olur. Bax görürsünüz necə vurur mayonez. Salat bizdə də bax belənçisi ilə. Görürsünüz biz belə qoyub vurmuruq. Bu 2 manatlıq olandır ha. Bax gördünüz mü? Bax bizim bax bu 2 manatlığımız. Bax tam qoy olsun. Görürsünüz bax 2 manatlıq bizdə belə olur. Saxlayın deyin. Bu demək mənə bir nəfər yazmışdı ki, sən güya özün dönəri yemirsən, çörək yemirsən. Həmişə mən şaurma yemişəm dostlar. Yəni mənə deyirlər ki, sən bunu yemədiyinə görə yaxşı gör. Niyə ki, həcə? Özüm də yeyirəm, özüm ət. Bax görürsünüz içi necədir? Hər tərəfində ət var. Yəni bir dənə ki, çay qədərdir ha. Görürsünüz necədir? Əlbəttə ki, özüm də yeyirəm. Bizdə özdə kürə çörəyidir. Gündə 2 dəfə birdən çörək gəlir. İndi 3 dəfə gəldi. Bir günorta, bir səhər, bir günorta, bir də axşam. Gecə saat 5-in şəhərində görə. Bizdə siveji. Çörəkdə də siveji olur, salatda da siveji olur, ət də siveji olur. Bax gördüyünüz kimi. Usta özdə yeyir, ürək rahatlığı da yeyə bilərsiniz, rahat da verə bilərsiniz. Sağ olun.